Hal-hazırda Quba-Xınalıq yolundayıq. Gördüyünüz kimi sel daşqınları nəticəsində Quba-Xınalıq yolu tamamilə bağlanıb. Güclü yağışlardan sonra yaranan sel Qubanın Xınalıq kəndinə gedən yolun bir hissəsini yuyaraq yararsız hala salıb və kəndlə nəqliyyat əlaqəsi tam kəsilib. Yolun asfalt örtüyündə ciddi çökmələr əmələ gəlib, bəzi hissələrdə isə torpaq sürüşməsi baş verib. Quba-Xınalıq yolu hər an uçula bilər, təhlükəlidir. Ağır bir xəstə olsa bu kənddə, bu təcili yardım necə gələ bilər? Alternativ yol var o tərəfdən. Orada nə qədər milyonlar xərcləndi, o yol işləmir. Məsələ ilə bağlı 5 sayılı Yol İstismarı İdarəsindən bildirildi ki, hava şəraiti yolda bərpa işlərinə imkan vermir. Yolun hərəkət zolağının üzərinə qaya parçalarının və palçıq kütləsinin axması nəticəsində Quba-İsbi-Xınalıq avtomobil yolunun 32-ci kilometrdə su ötürücü boru, minlik diametrdə olan 2 ədəd su ötürücü boru ərazidən keçən sel sularını ötürə bilmədiyi üçün ərazidə yol infrastrukturuna 800 metr məsafədə olan yol asfalt beton örtüyünü tamamilə məhv etmiş və yolun çiyin hissələrini yuyaraq yararsız hala salmışdır. Yolun tam olaraq avtomobillərin hərəkəti üçün bağlıdır. Buna baxmayaraq 5 saylı Yol İstismarı İdarəsinin texnikaları, o cümlədən canlı qüvvəsi yolun avtomobillərin hərəkəti üçün açılması sahəsində işlər görür. Havanın mülayimləşməsindən asılı olaraq bugün gün ərzində və yaxud sabah gün ərzində yolun tam açılaraq avtomobillərin sərbəst hərəkəti təmin olunacaqdır. Qeyd edək ki, hazırda sözügedən ərazidə yağışlı hava şəraiti davam edir. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır. Sürücülərə və vətəndaşlara təhlükəsizlik məqsədi ilə Quba-Xınalıq istiqamətində hərəkət etməmələri tövsiyə olunur. Xanım Məmmədova, APA TV, Quba.